1944-cü il Saipan adası. Amerikan qoşunları sahilə çıxır. Yapon komandalarına Tokyodan əmr gəlir. Geri çəkilmək yoxdur. Əsir düşmək yoxdur. Ölün, amma düşmənə yol verməyin. Həmin günün axşamı minlərlə Yapon əskəri ölümə yürüyür. Onların hamısı bunu seçim kimi görürdü. Onların hamısı düşünürdü ki, bu ən doğru, ən şərəfli yoldur. Sual belədir. Onları buna sürükləyən nə idi? Cəhalət, qorxu, yoxsa insanlığın içinə hopmuş, min illər boyu formalaşmış bir şey? Bugün sizinlə ən ağır mövzulardan birini danışacağıq. Qurbanlıq. Niyə bir insan tanımadığı adamlar görmədiyi bir gələcək üçün canından keçir? Bu sadəcə manipulyasiya deyil. Cavab daha dərin, daha qaranlıq və daha maraqlıdır. Gəlin 70.000 il geriyə qaydaq. Paleolit dövrü. Sizdən cəmi 2 metr aralıda bir aslan oturub. Tək başınıza şansınız sıfırdır. Amma yanınızda 10 nəfər varsa şans dəyişir. İnsan bioloji olaraq kövrək bir növdür. Bizim pəncəmiz yoxdur. Dişimiz güclü deyil. Qaça bilmədiyimiz yırtıcılar var. Amma bir silahımız vardır. Biz ola bildik. Antropoloqlar hesablayır ki, İnsan beyni 150 nəfərlik qrupların sosial şəbəkəsini idarə edə bilir. Yəni biz biologiyamız sayəsində qrupa bağlanmaq üçün proqramlaşdırılmışıq. Amma bu proqramın qaranlıq bir tərəfi var. Qrupdan qovulmaq. Qədim insan üçün ölüm demək idi. Bugün də o instinkt bizim içimizdə yaşayır. Sadəcə fərqli formalar alır. Bir mitinqdə minlərlə insanla eyni şüarı deyəndə beyninizdəki oksitosin sevgi hormonu fışqırır. Dopamin sıçrayır. Siz artıq özünüzü yeganə hiss etmirsiniz. 480-ci il eramızdan əvvəl Fermopil 300 Spartalı 100 minlik Fars ordusuna qarşı. Onlar bilirdilər ki, öləcəklər, amma qayıtmadılar. Çünki Sparta üçün qrupdan qopmaq ölümdən də ağır idi. Onları öldürən ox deyildi. Öldürən o kimlik idi ki, mən Spartalıyam deməyi hər şeydən üstün tuturdular.